Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllər. Ürəyinizdə Ata Günəş olsun, əziz dostlar, əziz izləyicilər, hər birinizi salamlayıram. Mən bu yaxınlarda ikinci dəfə gördüm ki, bu xaricdə yaşayan blogerlər haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğu və aidiyyatı məhkəmə instansiyaları onlar barəsində həbs qəti imkan tədbiri seçiblər. Amma əslində bu məsələlərə Dövlət Miqrasiya Xidməti və Interpol Xidməti və Dövlət Təhlükəsizlik Xidməti baxır. Çünki bu məsələlər sırf onların sahələrinə aid məsələlərdir. Çünki Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən insanlara hər hansı bir vətəndaşa cinayət işi açıla bilər. Necə ki, bəzi xaricdən qrant alan bir çox media nümayəndələrinə və qeyri-hökumət təşkilat nümayəndələrinin barəsində cinayət işləri açdıqları kimi. Halbuki onların heç birinin xaricdən qrant alması və yaxud da hansısa xarici səfirliklə əlaqəsi sübuta yetirilmədi. Və bu nəyi göstərir? Ümumiyyətlə bizim 70 illik müstəmləkə şəraitində Azərbaycan Respublikasının dövlət orqanlarına sızan Rusiyanın xüsusi xidmət orqanlarının məqsədlərinə xidmət edir. Əslində onların barəsində cinayət hökmünün çıxarılması Rusiyanın milli maraqlarına tam cavab verir. Çünki o insanlar hansısa icra hakimiyyəti orqanlarından və ya hansısa prezident hakimiyyətindən narazı deyirlər. Onlar əlbəttə ki, icra hakimiyyətində və prezident administrasiyasında Rusiya xüsusi xidmət orqanlarının sızan şəxslərdən narazıdırlar. Onlar istəyirlər ki, Azərbaycan Respublikasının konstitusiyasına əməl edən, Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüququnu qoruyub saxlanan bir sistem, bir hüquqi sistem olmasını istəyir. Bu səbəbdən onların iddia olunur ki, onlar hər hansı bir dövlət əleyhinə çağırışlar edib. Bilirsiniz, onların heç bir hərbi məqsədləri və yaxud da hansısa bir hərbi təşkilat deyil ki, onlar hansısa bir hərbi yolla dövlət çevrilişinə cəhd eləsinlər. Halbuki bilirik ki, 4 iyun baş verən hərbi qiyamda Rusiya xüsusi xidmət orqanları və İran xüsusi xidmət orqanları fəal iştirak ediblər. 94-95-ci illərdə baş verən dövlət çevrilişinə cəhddə də Rusiya xüsusi xidmət orqanları fəal iştirak ediblər. Belə bir şəraitdə hansı məntiqə, hansı dünya görüşünə uyğundur ki, ümumiyyətlə Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan məsələni Baş Prokurorluq qərar versin. Birincisi, bu Dövlət Təhlükəsizlik Xidmətinin belə deyək, müəyyənləşdirmədiyi və axtarışa vermədiyi, çünki Dövlət Təhlükəsizlik Xidməti xarici kəşfiyyata qarşı mübarizə aparan bir orqandır və bir xüsusi xidmət orqanlarıdır. Və necə olur ki, onlar Dövlət Təhlükəsizlik Xidməti razılığı olmadan öz başına Baş Prokurorluq belə bir qərar çıxarır və məhkəmə belə bir qərar çıxarır. Birincisi, onlar heç bir Azərbaycan Respublikasının vətəndaşı deyirlər və onların heç bir Azərbaycan Respublikasından əlaqəsi yoxdur. Ona görə bu məsələni mənə gəlir ki, bu formada izah edən yoxdur. Çünki cəmiyyətin 90%-i Sovet hökumətinin çörəyini yeyən, Sovet hakimiyyətini tərifləyən milli satqınlar və antimilli ünsürlər anti-Azərbaycan şəbəkələrdir. Azərbaycanda qeyri-qanuni, anti-konstitusyon əsaslarla Azərbaycan Respublikasının konstitusiyasının 21-ci maddəsini kobud şəkildə pozan Baku TV, CBC TV fəaliyyət göstərir. Hansı məntiqə, hansı kriteriyaya uyğundur ki, o kanallar Azərbaycan Respublikasının konstitusiyasını kobud şəkildə pozurlar. Hətta Azərbaycan Respublikasının 15 iyun 2021-ci ildə cənab prezidentimiz tərəfindən imzaladığı Şuşa bəyannaməsinə zidd gedərək türk dilində serialları tərcümə edirlər. Bu özü bir həyasızlıq, şərəfsizlik, binamusluqdur.
və mən hesab edirəm ki, Rusiyanın həyasız addımlarını mənə elə gəlir ki, göz ardı etmək olmaz. Burada birbaşa Rusiya rəhbərliyinin, Narışkinin, Aleksandr Borodinin, Vladimir Putinin əli var. Və onlar Azərbaycanda demokratiyanı boğmaq, Azərbaycanda xaricdə yaşayan insanların demokratiya uğrunda apardığı mübarizəyə zərbə vurmaq istəyirlər. Onlar istəyirlər ki, Azərbaycanda seçki saxtakarlıqları olsun, rüşvətxorluq olsun, Azərbaycan dövlətinin imici Avropada düşsün. Bunu Rusiya dövləti istəyir. Başda Vladimir Putin və onun cinayətkar dəstəsi istəyir. Bunu görməzdən gəlmək olmaz və bu cür addım atmaq hesab edirəm ki, dövlət maraqlarımıza zərərdir. Və dövlət əleyhinə danışan insanlar Azərbaycan Respublikasının konstitusiyasını pozanlardır. Rüşvətxorluq və korrupsiya əlinə batmış Sovet hökumətinin çörəyini yeyən şərəfsizlərdir, binamuslardır. Rus məktəblərində oxuyan binamuslardır, biqeyrətlərdir. Rus dilində danışan biqeyrətlər binamuslardır. Azərbaycan Respublikasının konstitusiyasına zid olaraq Azərbaycan Respublikasının bayrağını endirən binamuslar, bir şərəflərdir. Artıq xalqımız bunları bilməlidir və mən hesab edirəm ki, bu binamuslar, biqeyrətlərə başa salmaq lazımdır ki, yığışdırın özünüzü. Sovet hökumətinin bəsli təbliğatını apardınız. İmişlidə sizə ən layiqli cəzanı bizim dövlətimizin təhlükəsizlik orqanı verdi. Halal olsun. Mən buradan Əli Nağıyev cənablarına təşəkkür edirəm. Hörmətli Daxili İşlər Nazirimiz Vilayət Eyvazova təşəkkür edirəm. Bunların layiqli cavabını verdi. Amma çox sevindirici haldır ki, Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazov qarşı çox böhtan xarakterli kampaniya aparanlar mənə elə gəlir ki, fikirləşməlidirlər ki, onlar necə Azərbaycana gəlsinlər və gəlsinlər burada desinlər o sözləri. Çünki Azərbaycan Respublikası 1992-ci ildə 92-ci ildən demokratik ölkədir. 1995-ci ildə Azərbaycan Respublikasının konstitusiyası qəbul olunub. Ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi. Bugün ölkəmizin prezidenti, cənab prezident İlham Əliyev özü şəxsən parlament strukturunda Avropa Şurası Parlament Assambleyasından nümayəndə heyətin sədri seçilmiş və ölkəmizin vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun prezidenti həm xeyriyyətçilik məqsədləri ilə, həm də humanitar məqsədlərlə Azərbaycan xalqının seçicilərinin rəğbətini qazanaraq uzun illər qanunvericilik orqanında təmsil edir. Ona görə də mən dövlət atributlarına, dövlətin gerbinə, dövlətin konstitusiyasına əməl etməyə çağırıram. Bəsdir seçki saxtakarlıq elədiniz, bəsdir rüşvətxorluqla məşğul oldunuz, bəsdir insanları Rus dilində təbliğata izin verdiniz. Yığışdırın özünüzü və biz gərəkirsə Rus məktəblər hamısını bağlatdıracaq. Və şəxsən mən hesab edirəm ki, bu cür hərəkətlərə yol vermək olmaz. Və Dövlət Təhlükəsizlik Xidməti mütləq araşdıracaq və əgər doğrudan da onların cinayət tərkibi varsa, onlar barəsində cinayət işi açılacaq. Ona görə Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan, Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olan məsələlərə baş prokurorluq və yaxud da bizim məhkəmə hakimiyyəti qərar verə bilməz. Birinci məhkəmə hakimiyyətinin qərar verilməsi üçün istintaq sübutları olmalıdır, dəlillər olmalıdır. Bu insanlar onsuz da Azərbaycana gələ bilmirlər. Çünki Azərbaycan Respublikasının vətəndaşı deyirlər. Bu bir. İkincisi, onların hər birinin Rusiya xüsusi xidmət orqanlarından əmrlər aldılar. Və ayrı-ayrı ölkələrdə Rusiya səfirliyindən təlimatlar alırlar. Ona görə onların buraya gəlməsi qeyri-mümkün haldır. Ona görə də mən hesab edirəm ki, o adamların həbs olunması Rusiya xüsusi xidmət orqanlarına xidmət edən məsələdir. Digər tərəfdən onların dövlət əleyhinə iddia olunur ki, danışırlar. Əslində, siyasi partiyaların deyəcəyi sözləri deyirlər.
bugün Azərbaycanda bütün siyasi partiyalar, müxalifət partiyaları, parlamentdə təmsil edən partiyalar hökumətin negativ addımlarını, daha doğrusu hökumətin nöqsanlarını dilə gətirirlər. Yəni bu demokratik tələblərə uyğundur. Və cənab prezident və ailəsini təbii ki, mən hesab edirəm ki, hüquq çərçivəsində konstitusiyaya əl bastığına görə o vətəndaşlar tərəfindən hüquqları qorunur. Və mən hesab edirəm ki, cənab prezident hər birimiz sevirik, hər birimiz hörmətlə yanaşırıq. Ən azından 44 günlük aparılan müharibədə və ən azı bir günlük antiterror əməliyyatında cənab prezident uğurla hərbi əməliyyat keçirdi və Dağlıq Qarabağ bölgəsində qaçqınlarımızın, məcbur köçkünlərimizin sosial durumunun yaxşılaşması, nəinki yaxşılaşması, hətta onların qayıdış planının əsasında öz vətənlərinə qayıtma imkanlarını yaradır. İnsanların sərbəst şəkildə ən bahalı, ən prestijli, ən keyfiyyətli otellərdən Dağlıq Qarabağda bərpa işləri görülür və turistlərimiz, vətəndaşlarımız sərbəst şəkildə oraya səyahət edə bilirlər, istədiyi yerə gedə bilirlər. Heç bir məhdudiyyət yoxdur. Və mən hesab edirəm ki, Azərbaycan dünyaya açıq ölkədir, dünyanın ən demokratik ölkələrdən biridir. Çox təəssüf ki, Rusiya xüsusi xidmət orqanları əməlli başlı Azərbaycanın Avropa Şurasında və digər orqanlarda, medialarda anti-Azərbaycan təbliğatını aparırlar. Bu faktdır, bu danılmaz bir faktdır. Azərbaycan Respublikasının milli maraqlarına hər zaman zərbə vuran Rusiya Federasiyasıdır və İran İslam Respublikasıdır. Ermənistan Respublikası deyil. Ermənistan Respublikası maraqlıdır ki, demokratik dəyərlərə söykənərək Qərbi Azərbaycan icmasının tələblərini yerinə yetirsin. Onların öz dədəbabad torpaqlarına, İrəvan mahalına, Göyçə mahalına qayıdışını təşkil eləsin. Ona görə də mən hesab edirəm ki, biz hər bir halda blogerlərlə bağlı məsələyə dövlət təqsimiyyətinə məruzə eləməlidirlər və ciddi şəkildə baş prokurorluq dövlət təqsimiyyətinə məruzə eləyib, onlar barəsində cinayət işinin real nəticəsinə nail olmalıdırlar. Bəli, onların barəsində məhkəmə prosesi baş verməlidir, xalqımız canlı izləməlidir. Mən blogerlərin iddialarını əsassız sayıram. Onlar hesab edirlər ki, onlayn şəkildə onlar ünsiyyət qura bilərlər. Bu mümkün deyil. Bu ümumiyyətlə anti-konstitusyon formadır. Ona görə ki, onların heç bir halda Azərbaycan Respublikası vətəndaşlıq statusu yoxdur. Onlar sadəcə olaraq Azərbaycan Respublikasının vətəndaşlığından çıxmış, Azərbaycan Respublikasının ərazisini tərk eləmiş bir miqrantdırlar və onların Azərbaycan Respublikasından heç bir əlaqəsi yoxdur. Onların nə deməsindən asılı olmayaraq, onlar Azərbaycan Respublikasından heç bir əlaqəsi yoxdur. Əhəmiyyətsiz bir məsələdir. Onların nə danışması bizim üçün əhəmiyyət kəsb eləmir. Bizim üçün əhəmiyyət kəsb eləyən bilirsiniz nə məsələdir? Narkotikanın qanunsuz daşınması, narkotikanın satılması, rişvətxorluğun baş alıb getməsi məsələsidir. Və bu məsələləri cənab prezident öz üzərinə götürüb və korrupsiyaya qarşı mübarizə idarəsi yaradıb və bu istiqamətdə sağ olsunlar dövlət təqsimiyyəti ciddi işlər görüblər. Bu illər ərzində 2019-cu ildən başlanaraq bir çox nazirliklər, bir çox icra hakimiyyəti orqanlarına əməliyyatlar keçirilib və barələrində cinayət hökmləri çıxarılıb. Ona görə mən hesab edirəm ki, biz etatizm prinsiplərinə söykənərək bu işlərin görülməsini dəstəkləyirik. Biz 5 dəfə ölkənin prezidentini seçmiş, prezidenti dəstəkləmiş insanlarıq. Ona görə də obyektiv yanaşaq və mən hesab edirəm ki, obyektiv müamilə demək lazımdır ki, blogerlər son illərdə söyüşü yığışdırıblar və demokratiya uğrunda mübarizə aparmaq hər bir soydaşlarımızın konstitusyon borcudur. Və ola bilər ki, onlar uğursuzdular, ola bilər ki, onlar hansısa demokratik uğrunda mübarizədə məğlub olublar. Bu faktdır, yəni, onlar məğlub olublar. Əgər bir halda ki, əhalinin 92% İlham Əliyevi dəstəkləyirsə və əhali İlham Əliyevdən razıdırsa və İlham Əliyevi müdafiə edirsə, tərifləyirsə, deməli bu həqiqətdir ki, xalqımız İlham Əliyevdən narazı deyil və bu narazılıq yoxdur. Və insanların narazılığı sadəcə Rusiya xüsusi xidmət orqanlarına işləyənlərləndir. Və bunu demək lazımdır.
artıq Rusiyanın təxribatçı dəstələrini ifşa eləmək lazımdır. Və həmin blogerlər bu işlərlə məşğul olurlar. Ola bilsin ki, onlar Rusiyanın xüsusi xidmət orqanlarından aldıqları informasiyanı əsasında bu məlumatları ötürürlər. Və bu məsələlər sübut olunmalıdır. Və bu məsələlərə dövlət təhlükəsizlik xidməti məşğul olur. Hansısa baş prokurorluq məşğul olmaz. Baş prokurorluq dövlət təhlükəsizlik xidmətinin rəyi əsasında hər hansı bir müstəntiqi çağıra bilər və istintaq qrupunu yarada bilər. Necə ki, Tərtər işində bu istintaq qrupları dövlət təhlükəsizlik xidmətinin rəyi ilə və müraciətləri əsasında yaratmışlar. Bilirsiniz niyə görə? Onlar aprel döyüşlərində uğursuzluğa düçar oldular. Çünki onlar əgər komandirlərin tapşırığını yerinə yetirərək ərazini, yəni Çocuq Mərcanlı və Lələtəpə ərazilərindən əlavə başqa bir ərazilərə girsəydi, Rusiyanın əmrini icra etməsəydi, məsələn, bilirsiniz ki, o həmin işgəncəyə məruz qalan təqsirlənən şəxslər Rusiyanın əmri ilə geri çəkildilər. Və bunu təbii ki, hərbi prokuror Xanlar Vəliyev sübut elədi və digərləri sübut elədilər ki, bunlar komandirlərin əmrini yox, Rusiyanın əmrlərini yerinə yetirdilər. Bu faktdır, yəni bunu heç kim dana bilməz. Və ona görə də onlara qarşı, Xanlar Vəliyevə qarşı bir çox Rusiya xüsusi xidmət orqanlarının direktivləri əsasında alan məlumat alan insanlar Tərtər işində ittiham tərəfini təqsirlənən şəxslərə deyil, məhz bu ittiham qərarlarını verən insanlara ittiham elədilər. Yəni, məsələnin kökü budur və məsələnin obyektiv tərəfi budur. Dostlar, mən hesab edirəm ki, demokratiya uğrunda mübarizə aparanların hər birinə biz hörmətlə yanaşırıq və onun hüququ hesab edirik. Amma sözsüz ki, mən bunu hesab edirəm ki, blogerlər də ciddi şəkildə səfirliklərlə əlaqə qurmalıdır, təmaslar qurmalıdır və Azərbaycan Respublikası vətəndaşlıq keçmək haqqında qərar verməlidir. Və onlar yəni en azından məhkəməyə çıxmalıdırlar. Bəlkə məhkəmə prosesi zamanı heç bir dəlil sübut tapılmadıqdan sonra bəraət hökmü alacaqlar. Və buna mən zəmanət verə bilərəm. Çünki özüm də məhkəmə proseslərində məhkəmə proseslərində içində olmuşam. Və mən məhkəmələri qələbə ilə bitirdiyim üçün deyirəm ki, mümkündür. Azərbaycanda məhkəmə çox müstəqildir. Və o qədər müstəqildir ki, bəzən prezident elə bir qərar çıxara bilər ki, məhkəmə deyə bilər ki, biz buna baxarıq və konstitusiyaya uyğun biliriksə bu qərarı verərik. Belə bir şəraitdə işləyirlər. Və prezident bəzi məsələlərə müdaxilə edə bilmir və edə bilməz əslində. Çünki prezident hakimiyyəti icra hakimiyyəti orqanıdır və üçüncü hakimiyyət məhkəmə hakimiyyəti orqanıdır. Baxmayaraq ki, məhkəmə hakimlərini, Konstitusiya Məhkəməsinin hakimlərini prezident təyin edir və bunun bir səbəbi də təbii ki, prezident hakimiyyətinin mövcud olması 91-ci ildən 18 oktyabrdan etibarən. Ona görə əziz dostlar, mən hesab edirəm ki, blogerlər haqqında məsələyə mütləq dövlət təhlükəsizlik xidməti baxa bilər, miqrasiya xidməti baxa bilər və ilk növbədə burada tələsik qərar vermək olmaz. Və birinci növbədə miqrasiya xidməti və dövlət təhlükəsizlik xidməti Interpola müraciət edib deyə bilər ki, bunlar bizim vətəndaşımız deyil və onlar Azərbaycan Respublikasının vətəndaşlığından çıxmış insanlardılar və onlar təbii ki, demək olar ki, iki ölkənin münasibətlərinə, yəni Avropa ilə Azərbaycan münasibətlərinin inkişafına zərər vururlar və onların diplomatik münasibətlərin inkişafına mane olurlar və bu tipli məsələlər qaldıra bilərlər və qeyd edə bilərlər ki, onların iddiaları əsasında Azərbaycan Avropa Şurası Parlament Assambleyasından çıxarılıb. Ona görə də onların Azərbaycanda istintaqın aparılmasına izin verəsiniz. Bu məsələni bu formada məncə müraciət etmək olar, Interpola axtarışa vermək olar, çünki onlar vaxtilə Azərbaycan Respublikasının vətəndaşı olublar. Ona görə də dostlar, bunun hüquqi yolu budur və biz başqa bir hüquqdan kənar yolu axtarmamalıyıq. Və keçmiş, daha doğrusu millət vəkili hörmətli Zahid Oruc parlament çıxışında antikonstitusyon çağırış etdi və o heç bir halda qanunvericilik orqanının səlahiyyətinə aid olmayan bir formada çıxış elədi və bu daha çox emosional xarakter daşıyan
çıxış elədi və bu heç bir halda hüquqi xarakter almaz. Ona görə də prezident və ailəsi haqqında xaricdə yaşayan blogerlərin nə deməsinə asılı olmayaraq, onların Azərbaycan Respublikasından heç bir əlaqəsi olmadığı üçün, onların heç bir halda Azərbaycana təsiri yoxdur. Və çünki əhalinin 92% İlham Əliyevi dəstəkləyirsə və əhali Heydərov fondundan nəyəsə hansısa bir məsələdə yardım istəyirsə, demək ki, onlar onlardan da razıdırlar, narazı deyirlər. Bu faktdır, yəni biz bunu məntiqli yanaşmalıyıq. Ona görə Zahid Orucun bu təlaşlı çıxışına ehtiyac görmürəm. Zaten onların Azərbaycana gəlməsi üçün mütləq Avropanın da hər hansı bir məsələyə qərarı olmalıdır. Məsələn, aldığımız məlumata görə Rusiya xüsusi xidmət orqanlarına işləyən şəxslər Araz Musayevi öldürməyə cəhd ediblər və bu barədə Türkiyədə həmin şəxsləri cəzalandırıb və həmin şəxsləri həbs edib. Və bu faktdır ki, və bu məsələlər də Azərbaycanın imicinə böyük bir zərbə oldu. Çünki bir Azərbaycanlını sui-qəsdə məruz qoydular. Digər tərəfdən Rusiya xüsusi xidmət orqanları bizim keçmiş millət vəkilimiz Suraxanı rayon icra hakimiyyətinin sədri, Kickboks Federasiyasının prezidenti hörmətli Adil Əliyevin adı hallanır. Halbuki Adil Əliyev Rusiya Federasiyasının vətəndaşı deyil. Rusiya Federasiyasının hansısa cinayətkar şəbəkəsi ilə əlaqəsi yoxdur və özü də şəxsən bunu itiraf edib ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam və qanunvericilik orqanında uzun illər təmsil eləmişəm, uzun illər federasiyaya rəhbərlik etmişəm və hal-hazırda icra hakimiyyətində təmsil edirəm. Və onu da təyin edən əlbəttə ki, ölkəmizin prezidenti İlham Əliyevdir. Ona görə də bu tipli iddiaların heç bir hüquqi əsası yoxdur. Adil Əliyev əslində hüququ var ki, həmin şəxslərə Interpola versin və həmin şəxslərin onun barəsində edilən ittihamlara adekvat olaraq onların axtarışa versin və mən hesab edirəm ki, əslində onların Adil Əliyevin adını hallanması və məsələn, bütün blogerlər hal-hazırda Adil Əliyevin adını hallandırır. Niyə görə? Çünki Rusiya xüsusi xidmət orqanları əmr veriblər ki, Adil Əliyev, baxın, niyə Adil Əliyev hədəf alınır? Çünki Adil Əliyev şəhid ailələrinə, qazi ailələrinə köməklik eləyir. Niyə? Rusiyanın 30 il işğal elədiyi Dağlıq Qarabağ ərazilərində o insanlar, şəhid ailələri, qazi ailələri canlarını qoyublar və şəhidlərimiz canlarını qoyublar və Rusiya istəyir ki, Adil Əliyevin reputasiyasına zərbə vursunlar, Adil Əliyevin beynəlxalq nüfuzuna zərbə vursunlar. Çünki Adil Əliyev Azərbaycanın ən vətənpərvər kadrlarından biridir və prezidentimizə ən sədaqətlə xidmət edən şəxslərdən biridir. Şəxsən mən dəfələrlə onunla görüşmüşəm və çox vətənpərvər və igid bir icra başçısıdır. Onun haqqında deyilən iddialar hamısının heç bir hüquqi əsası yoxdur, əziz dostlar. Ona görə bu sözləri deyən insanlar məsuliyyət daşımalıdırlar. Ən azı Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilinə ən azı hörmət edirlərsə, ən az Azərbaycan Respublikasına hörmət edirlərsə, məsələn, sübutdan qoymalıdırlar. Sual olunur ki, bunlar bu məlumatı hardan alırlar? Bu məlumatı kim ötürür onlara? Aleksandr Barodin ötürür və Narışkin ötürür və o məlumatları öz başına verə bilməzlər. Çünki dövlət orqanlarında dövlət sirləri, hərbi sirlər qorunub saxlana bilir və hər hansı bir formada onlar bu məsələləri işıqlandırırlarsa, Rusiyanın bu işdə əli olduğunu adını çəkmirlərsə, deməli bu adamlar Rusiya maraqlarına xidmət edirlər. Onlar Rusiyanın casus şəbəkələrinə xidmət edirlər. Demirəm Rusiyanın casusudurlar. Çünki onlar Rus dilində danışmırlar ki, deyəm ki, onlar Rusiyanın casusudurlar. Amma fakt odur ki, onlar Rusiyanın maraqlarına bu və digər şəkildə 22 fevralda imzalanan Rusiya-Azərbaycan arasındakı müttəfiqlik bəyannaməsinə xidmət edirlər. Nəinki 15 iyunda imzalanan Şuşa bəyannaməsinə. Ona görə də mən hesab edirəm ki, Araz Musayevin iddialarında heç bir əsası yoxdur. Ola bilsin ki, onu təhdid ediblər Türkiyədə ki, niyə sən Rusiyanın adını çəkirsən, niyə Rusiyanı deyirsən və onu qorxudublar. Əslində, Adil Əliyevin adını çəkməsi onun qorxunun nəticəsidir. Çünki o adam cəsarətlə deyə bilmir ki, məni sui-qəsdə məruz qoyan Rusiya dövlətidir. Başında dayanan Putin kimi əclaf rejimdir. Azərbaycan təyyarəsini vuran əclafın yekəsidir. Gürcü xalqının iradəsini məhv eləyən, Ukrayna xalqının iradəsini məhv eləyən Putindir. Deyə bilmir bunu. Heç bir bloger deyə bilmir.
Həyasızcasına bunlar Azərbaycanın igid oğlunu ləkələməklə məşğuldurlar. Bu nə həyasızlıq, bu binamusluğu yığışdırmaq lazımdır. Bu Azərbaycan xalqının sevdiyi və rəğbət bəslədiyi bir icra başçısının reputasiyasına zərbə vururlar. Olmaz axı belə bir şey. Və Adil Əliyev Türk-Azərbaycan münasibətlərinin inkişafında idman sahəsində çox böyük işlər görüblər. Bir federasiyanın rəhbərliyi edib və bu ölkənin idman arenalarında qazandığı nailiyyətləri biz görürük. Və bu yaxınlarda dünya çempionatında futsal üzrə yarışmanın qalibi oldu Azərbaycan. Ev sahibi olaraq. Bunu görməzdən gəlmək olmaz və həmin federasiyanın sponsor olan Azərşeh şirkətini nə qədər çirkin kampaniya apardılar. Kim eləyir bunu? Bu sifarişi kim edir? Hansı binamuslar eləyir? Azərşeh beynəlxalq şərtlərə uyğun olaraq dünyada baş verən qlobal iqtisadi böhranla əlaqədar olaraq xüsusilə Amerikanın Avropa İttifaqı arasında yaranan böhranı nəzərə alaraq tariflərin qiymətini artırır. Tarif Şurasının rəyi əsasında artırır və təbii ki, dünyanın ən demokratik ölkələrində bahalaşma və yüksək keyfiyyətli məhsulu satmaq üçün mütləq bahalaşma prosesi baş verə bilər və əlbəttə ki, demokratik ölkələrdə maaşların yüksək olması səbəbindən onlar bahalaşmanı hiss eləmirlər və bahalaşmaya qarşı hər hansı bir formada tənzimləyə bilirlər. Çünki orada vətəndaş cəmiyyətləri var və mətbuat azadlığı var. Vətəndaş özü dövlətin maraqlarından çıxış edirlər və dövlətə xidmət edirlər. Və onlar dövlətin maraqlarını müdafiə etməkdən çəkinmirlər. Demokratik ölkələr dediyim Amerika, Fransa, İngiltərə, İtaliya, Almaniya və bu ölkələr Avropanın ən inkişaf etmiş, ən üst səviyyədə, yüksək rifah halında, yüksək təhsilə sahib ölkələrdir. Və yüzlərlə, minlərlə Azərbaycanlı soydaşlarımız oraya gedirlər. Ona görə də blogerlərin ən böyük bədbəxtliyi ondadır ki, onlar ən azından, baxın, gedirlər Fransanın səfirliyinə, məsələn, Rusiyanın xüsusi xidmət orqanlarına gedirlər, gizlincə gedirlər və deyirlər ki, bu məlumatları verin bizə, biz də bu məlumatları Azərbaycan xalqına ötürək. Bu bədbəxtlər başa düşmürlər ki, siz nəyə görə Fransanın və Almaniyanın kəşfiyyat orqanlarının təmas qurub demirsiniz ki, qardaş, bizə kömək eləyin ki, biz bu məsələdə Azərbaycana gedək. Bizə kömək eləyin ki, biz öz vətənimizə qaydaq. Bizim ailəmiz oradadır və biz didərgin vəziyyətdəyik. Biz gedə bilmirik ora. Çünki Rusiya xüsusi xidmət orqanları imkan vermir biz ora getməyimizə. Və bunu deməyə cəsarətləri yoxdur. Yəni desinlər də bunu. Nə çətindir bunlar demək. Və mən onların yerində olsam bu cür deyərdim. Və heç nədən qorxmadan, çəkinmədən deyərdim. Bir daha qeyd etmək istəyirəm dostlar. Azərbaycan Respublikasının konstitusiyasına hər bir vətəndaş əməl etməlidir və çalışmalıyıq ki, məsələlərə hüquqi yolunu tapaq. Bir daha bizə təşəkkür edirəm. Qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Tanrı Türk olsun. Tanrı var olsun.